Rüstəm bəy, maili göndərmişəm, sizdən cavab gözləyəcəm. Rüstəm bəy, maili göndərmişəm, sizdən cavab gözləyəcəm. Öz səsini kənardan yüzlərlə dəfə eşitmisən. Hər dəfə biraz da yabancı gəlib, daha soyuq və yad səslənib. Məsələni həll etmək əvəzinə ona hər dəfə bu duyğu ilə etiket vurmusan. Mən səsimi sevmirəm. Çünki Azərbaycanda peşəkar musiqiçilər xaric demək olar ki, heç kəsə, heç yerdə səslə bağlı bilgi verilmir. Elə ailə üzvlərimizdə çox zaman bu məsələni istəmədən göz ardı eləyirlər. Halbuki səsi dəyişmək, ona forma vermək mümkündür. Daha aydın, daha dolğun və inandırıcı danışmaq öyrənilə bilən bacarıqdır. Səsin dəyişdikcə sən də dəyişəcəksən. Bu sehrin şəfəqləri münasibətlərinə, karyerana, illərdir arzusunda olduğun özgüvən hissinə işıq saçacaq. Diksiya Akademiyası səni səsinlə tanış eləmək üçün var. Biz onu formalaşdırır, ona obraz, oynaqlıq, güvən və dərinlik qatırıq. Səsimə səs ver, əziz dostum. Səsini birgə eşitdirək. Daha yaxşı səslə, daha gözəl formada danış. Özü də əvvəlcə Azərbaycan dilində danış. Çünki indi Azərbaycan dili dəbdədir.